Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı hər zaman olduğu kimi bu günlərimdə sizlərə dəstək məqsədi ilə kurikulumla növbəti sınağımızı təqdim edirəm. Əgər bu tip videolar sizin üçün faydalıdırsa, kanala abunə olmağı, eyni zamanda da bu videonu MİQ imtahanına hazırlaşan müdavimlərdən həmkarlarınız varsa, onlara yönləndirə bilərsiniz. Bir dəftər, qələm götürürsünüz, sualları oxuyursunuz. Neçə düz, neçə səhv olduğunu qeyd edin. Sonda rəy bölməsində qeyd edərsiniz. Mən də yazdığınız rəylərin hər birinə baxacağam. Gəlin başlayaq birinci sualımızla. İlk sualda bizə deyir, müəllim müşahidə edir ki, şagirdlər verilmiş mətin, cədvəl, diaqram əsasında düzgün nəticə çıxarsalar da, nəticələrini əsaslandırarkən dəlillər arasında əlaqə yaratmaqla fərqli məlumat mənbələri bircə təhlil etməkdə çətinlik çəkirlər. Şagirdlərin bu bacarığını inkişaf etdirmək üçün müəllim hansı addımı atmalıdır? Baxın, müəllimlər bizə dedi ki, uşaqlar nəticələr arasında əlaqə yaratmaqda çətinlik çəkir, fərqli məlumatlar mənbələri bircə təhlil etməkdə çətinlik çəkir. İndi müəllim bu addımı, yəni bu problemi aradan qaldırması üçün nə etməlidir? Şagirdlərə eyni tipli çox tapşırıq verərək nəticələri əzbərləmələrinə, oxşar situasiya tətbiq etmələrini tələb etməlidir. Biz bu demişik ki, kurikulumda əzbərçilikdən uzaq oluruq. Uşaqlar bugünkü gün oxuyub anlamaya daha çox önəm verilməsi lazımdır. Əzbərçilikdən uzaq qaçırıq, ona görə A variantı doğru variant deyil. Məlumatları özü izah etməli, şagirdlər yalnız yekun nəticəni yazmağı, hesablamanı düzgün aparmağı istəməlidir. Burada fəaliyyət müəllimə yönəlikdir. Yəni müəllim özü izah edir. Müəllim axı şagirdə istiqamət verə bilər, şagirdə yönləndirici belə deyək, suallar verə bilərdi ki, hədəfə gedib çatsın. Amma burada müəllim özü izah etdiyindən fəaliyyət müəllimə yönəlik olur və biz bunu doğru hesab etmirik. Şagirdlərin müxtəlif mənbələrdəki məlumatları müqayisə etməyi, nəticələri sübutlarla əsaslandırmağı və bu nəticəyə hansı faktlarla gətirdi kimi istiqamətləndirici suallar üzərində müzakirə aparmağı cəlb etməlidir. Bəli, baxın bu sualda məhz bizə deyir, müəllim istiqamətləndirici suallar verərək uşağı müzakirəyə cəlb edir. Hansı ki, uşağın çətinlik çəkdiyi hissələri də müəllim müzakirə zamanı aradan qaldırmağa çalışır. İstiqamətləndirici sual verərək şagirdi hədəfə doğru aparır. Uyğun variant olacaqdır C variantı. D variantına da baxaq. Mövzu ilə bağlı düstur qaydaları yenidən izah etməli, daha sonra oxşar nümunələri lövhədə həll edərək şagirdlərin onların təkrarlanmasını təmin etməlidir. Yenə də burada da fəaliyyət müəllimə yönəlikdir. Uşaqları belə deyək, hazır məlumatı ötürürük biz. Şagirdlər yalnız düzgün cavabı təqdim etmələrini tələb etməli, əsaslandırma isə dərsin sonunda müəllim özü verməlidir. Fəaliyyət müəllimə yönəlikdir, doğru deyil. Ən uyğun variant, situasiyaya uyğun olaraq C variantıdır. Növbəti sualımıza keçəcək müəllimlər. İkinci sualımızda bizə nə deyir? Müəllim Azərbaycan dili dərsində şagirdlərə su ehtiyatlarının qorunması mövzusunda mətn oxudur. Fənn olaraq Azərbaycan dilidir, mətn oxuduruq. Daha sonra şagirdlərə mətndəki məlumatlardan istifadə edərək su dövranını sxem şəklində təsvir edir. Sonda suya qənaətlə bağlı maarifləndirici poster hazırlayırlar. Yəni poster hazırlayacağıq, burada yazı da var. Verilmiş tapşırıqdan inteqrasiya növünü müəyyən edin. Fənn olaraq Azərbaycan dili fənnidir müəllimlər və biz bunu su ehtiyatlarının qorunması mövzusunda mətn oxuduruq. Daha sonra mətndəki məlumatlardan istifadə edərək su dövranını sxem şəklində təsvir edirik. Məsəl üçün bu ola bilər həyat bilgisi ilə əlaqəli, ibtidai sinifdirsə həyat bilgisi ilə əlaqələndirə bilər müəllim və iki fənni burada görürük biz. Daha sonra oxu var. Azərbaycan dilinin 4 məzmun xətti var müəllimlər. Oxu məzmun xəttimizi burada görürük və poster hazırlayacaqlar. Yəni maarifləndirici yazı da var burada təbii ki. Oxu və yazı məzmun xəttimiz var. İndi baxaq variantlara. Yalnız fən daxili. Yalnız fən daxili götürməyimiz doğru deyil. Çünki burada fənlər arası da var. Yalnız fənlər arası da doğru deyil. Fən daxili, fənlər arası inteqrasiya bəli. Həyatla əlaqəli bir şey olmadığına görə fən üstünü də çıxırıq variantlardan. Cavab olacaq C variantı. Növbəti sualımıza baxaq.
Müəllim dərs zamanı qrup işi təşkil etmişdir. Bu zaman sinifə yeni gəlmiş bir şagird mövzu ilə tam tanış olmadığını bildirir. Müəllim həmin şagirdi qrupdan ayırmadan onu sadələşdirilmiş fəaliyyət verir. Qrup üzvlərindən onu dəstəkləməyi tapşırır. Fəaliyyətin sonunda bütün uşaqlara konstruktiv rəy verir. Bu vəziyyət müəllimin yanaşmasının təlim mühitinə necə təsir göstərir? A variantı. Müəllimin yanaşması bütün şagirdlərə eyni tapşırıqları təmin etməklə bərabərliyi təmin edir. Baxın müəllimlər, müəllim burada uşağı qrupdan ayırmır və ona daha sadələşdirilmiş fəaliyyət verir. Eyni zamanda da uşaqlara tapşırır ki, yoldaşınıza dəstək olun. Uşaqlara sonda konstruktiv rəy verir. Yəni bütün tapşırıqlara, bütün şagirdlərə eyni tapşırıqları təmin etməklə bərabərliyi təmin edir. Yəni əsas məqsəd burada dəstəkləyici mühit yaratmağımız, inklüzivliyi təmin etməyimiz deməyimiz daha doğru olardı. Müəllimin davranışı şagirdin qrup fəaliyyətində iştirakını təmin edərək inklüziv və dəstəkləyici mühiti yaradır. Hansı ki biraz öncə elə bunu dedik müəllimlər, B variantı sualımıza uyğun cavabdır. C variantı. Müəllimin seçdiyi yol şagirdin fərdi inkişafını təmin etsə də, qrup daxili əməkdaşlığı zəiflədir. Axı burada uşaq fərdi inkişafını təmin etmir. Elə qrupda şagird qrupdan ayırmadan qrup daxilində ona sadələşdirilmiş fəaliyyət verir deyir. Yanlışdır. Yəni əməkdaşlığı zəiflədir. Xeyr. Eyni zamanda yoldaşları şagirdə dəstəkləməyi tapşırır müəllim. Bu da qrup daxilində əməkdaşlığı gücləndirir. Müəllimin yanaşması yalnız qrup işinin vaxtında başa çatdırılmasına xidmət edir. Bu da yanlışdır. Müəllimin tətbiq etdiyi üsul şagirdin müstəqil fəaliyyət göstərilməsinə mane olur, mane olmur. Əksinə uşağa daha çox dəstək verir. Çünki uşağa sadələşdirilmiş fəaliyyət verir müəllim situasiyada. Cavab olacaq uyğun variant B variantı. Növbəti sualımıza keçid edək. 4-cü sual. Müəllim dərsdə qrup işi təşkil edir. Müşahidə zamanı görür ki, qrup üzvləri tapşırığı vaxtında tamamlayırlar, lakin qərarların qəbuluna əsasən eyni şagirdlər iştirak edir. Digərləri isə yalnız razılaşmaqla kifayətlənirlər. Müəllim növbəti fəaliyyət üçün bu vəziyyəti metodiki baxımından aradan qaldırmaq istəyir. Aşağıdakı yanaşmalardan hansının seçilməsi müəllimin məqsədinə daha çox xidmət edər? Variantlara baxaq. Situasiyamızda müəllimlər ilk olaraq bizə deyir ki, qrup üzvləri vaxtında tapşırığı tamamlayırlar, amma müzakirə zamanı bir neçə şagird, yəni qərar qəbul edərkən bir neçə şagird burada iştirak edir. Digər uşaqlar sadəcə razılaşır. Müəllim indi istəyir ki, bu razılaşan şagirdlər və onlar da qərar qəbulunda iştirak eləsin. Müəllim nə edə bilər bu fəaliyyət üçün? A variantı. Müəllim qrup daxilində hər bir şagird üçün fərqli rol və konkret məsuliyyət müəyyənləşdirərək yekun nəticəni bütün üzvlərin fəaliyyəti əsasında formalaşmasını təmin edə bilər. Bəli müəllimlər, bu halda, yəni müəllim hər bir uşaq üçün konkret bir fəaliyyət, rol müəyyənləşdirirsə, bu zaman şagirdlərin hər biri aktiv olacaq, qərar qəbul etməsində iştirak edəcək. Yəni sadəcə razılaşmayacaq təqdim olunan variantla. Effektiv ola bilər. Yenə digər variantlara da baxaq. Müəllim qrup işindən sonra bütün şagirdləri fərdi rəy alaraq onların fəaliyyətini, inkişaf səviyyəsini qiymətləndirir. Uyğun deyil situasiyaya. Nəyə görə? Çünki qrup işindən sonra fərdi rəy almaq deyir bizə. Müəllim müzakirə zamanı pasiv şagirdlərə daha çox söz verməli, aktiv şagirdlərin çıxışlarını isə məhdudlaşdırılmalıdır. Yenə də burada uşaqlar arasında ayrı seçkilik edirik. Hər bir şagirdimizə konkret bir məsuliyyət verərək hər birinin aktiv olmasını istəyə bilərik. Yəni bəzilərinin aktiv, bəzilərinin pasiv olması doğru deyil. Müəllim tapşırığın icrası zamanı qrupların işini fasilələrlə dayandıraraq istiqamətləndirici sual verməli, müzakirəni yenidən təşkil etməlidir. Doğrudur, müəllim istiqamətləndirici suallar verə bilər, amma fasilələrlə deyir, qrup işini dayandırır, müzakirəni yenidən təşkil edir, doğru yanaşma deyil. Müəllim qrupların sayını artıraraq hər qrupda daha az şagird olmasına üstünlük verməlidir. Qrup sayını artıraraq deyir müəllimə, yəni qrup daxilində biz bilirik ki, 5 şagird, 6 şagird olması yəni normaldır, bu qədər də olmalıdır. Qrup sayını artıraraq hər qrupda daha az şagird olmasına üstünlük verməlidir. İndi daha az nə qədər? 2 şagird, 3 şagird. Yəni bunlar doğru deyil. Şagird sayımız 5, 6 təbii ki, sinifdə olan uşaqlara görə baxır. Bu variantı da biz doğru hesab edə bilmərik. Yəni situasiyaya uyğun olaraq müəllim
bizə təqdim olunan situasiyada ən effektiv yol nə olacaqdı? Hər bir şagirdə fərqli rol, konkret məsuliyyət verərək bu problemi aradan qaldıra bilərdi. Uyğun variantımız A olacaqdı. Baxaq 5-ci suala, hansı ki imtahanımızın olmazsa olması taksonomiyamız. Müəllim şagirdlərə belə bir dilemma təqdim edir. Yaxın dostun dərs zamanı müəllimə həqiqəti deməməyi xahiş edir. Sən hansı qərarı verərdin? Cavabını əsaslandır. Tapşırıq idrak sahənin hansı mərhələsinə aiddir? Dilemma təqdim edir və həqiqəti deməməyi xahiş edir. Yəni uşaq burada yalan danışacaq və uşağa deyir, sən hansı cavabı verərdin? Cavabını əsaslandır. Bu halda şagird öz fikrini, yəni cavabını əsaslandıracaqsa, idraki sahənin dəyərləndirmə mərhələsinə daha çox uyğun olduğunu biz deyə bilərik. Cavab olacaq B variantı. Növbəti sualımıza baxaq. Müəllim şəhərdə plastik tullantıların azaldılması mövzusunu tədris edir. O sinfi 2 qrupa ayırır. Birinci qrup dairəvi formada əyləşərək müxtəlif həll yollarını müzakirə edir, arqument irəli sürür, bir-birinin fikirlərinə münasibət bildirir. İkinci qrup isə müzakirəyə müdaxilə etmir, iştirakçıların arqumentlərini, əməkdaşlıq bacarıqlarını və sübutlarla istifadə səviyyəsini qiymətləndirmək üçün müşahidə vərəqlərini doldururlar. Yəni baxın, daxili qrup və xarici qrupu biz burada görürük müəllimlər. Biz burada 2 qrup görürük müəllimlər. Bir qrup müzakirə aparır, arqumenti irəli sürür. Digər qrup isə müdaxilə etmir, arqumentlərini, əməkdaşlıq bacarığını, sübutlarla istifadəsini qiymətləndirərək müşahidə vərəqini doldururlar. Müzakirə başa çatdıqdan sonra müşahidəçilər rəylərini təqdim edir, daha sonra qruplar rollarını dəyişdirirlər. Müəllim bu fəaliyyətə əsasən hansı iş üsulundan istifadə etmişdir deyir. Müəllim situasiyada qrupları, şagirdləri 2 qruplara bölür və şagirdlər birinci qrup dairəvi formada əyləşir. Birinci qrup dairəvi formada əyləşir. Bu uşaqlar müxtəlif yolları müzakirə edir, arqumenti irəli sürür. Yəni biz buna daxili qrup deyirik və digər qrup isə xaricdə əyləşir. Bunlar müzakirəyə müdaxilə etmir, xarici qrup. İştirakçıların arqumentləri, əməkdaşlıq bacarıqlarını qiymətləndirmək üçün sadəcə qeydlərini götürürlər. Və vaxt aşırı bunlar yerlərini də dəyişə bilərlər müəllimlər. Əlbəttə ki, biz bunu öyrənmişdik. Daxili qrup, xarici qrup, akvariumda. Cavabımız olacaq C variantı. Keçid edək növbəti sualımıza. Müəllim müşahidə edir ki, şagird dərs zamanı çox danışmır, qrup müzakirələrində yalnız zəruri hallarda fikir bildirir. Bununla belə ona düşünmək üçün vaxt verildikdə müxtəlif ideyalar arasında əlaqə qurur, hadisələrin gələcək inkişafı ilə bağlı fərziyyə irəli sürür və orijinal həll yolları təklif edir. Müəllim bu xüsusiyyətləri nəzərə alaraq şagirdin potensialını üzə çıxarmaq istəyir. Bu müşahidəyə əsasən müəllimin ən düzgün pedaqoji qərarı hansıdır deyir bizə. Şagirdin sürətli cavab verməyə alışdırmaq üçün bütün sualları dərhal cavablandırılması tələb edir. Yəni uşağa düşünmə vaxtı verilməlidir. Doğru yanaşma deyil. Şagirdə yalnız konkret faktları yada salmağı tələb edən tapşırıq verir. Uşağa yalnız faktoloji suallar vermək doğru deyil müəllimlər. Yəni biz uşağa aşağı təfəkkür səviyyəsinə, yuxarı təfəkkür səviyyəsinə uyğun suallar verilməsi lazımdır. Şagirdi düşünmək üçün vaxt yaradır. Yəni gözləmə vaxtı veririk. Açıq sonlu, yaradıcı və alternativ həll tələb edən tapşırıqlar təqdim edir. Bəli müəllimlər, ən düzgün pedaqoji qərar ola bilər. Yenə digər variantlara baxaq. Şagirdin qrupda daha çox danışması üçün bütün tapşırıqları yalnız kollektiv şəkildə yerinə yetirilməsini tələb edir. Doğru yanaşma deyil, yalnız kollektiv şəkildədir. Şagirdin sakitliyini, ünsiyyət bacarığının zəifliyi kimi qiymətləndirərək əsas reproduktiv tapşırıqlara yönəldir. Bu da yanlışdır. Mənim ən effektiv yol C variantı olacaqdır. Növbəti sualımıza keçid edək.
8-ci sualımızda bizə nə deyir? Müəllim Azərbaycan dili dərsində şagirdləri 4 qruplara ayırır və onlara eyni mətni müxtəlif baxış bucaqlarından təhlil etməyə tapşırır. Hər qrupun öz mövqeyini fakt və arqumentlərlə əsaslandırır. Təqdimatlardan sonra qruplar arasında fikir ayrılığı yaranır və hər biri öz yanaşmasının daha əsaslı olduğunu iddia edir. Müəllim istəyir ki, şagirdlər yalnız öz fikirlərini müdafiə etməsin, həm də qarşı tərəfin arqumentlərini obyektiv qiymətləndirərək ortaq nəticəyə gəlsin. Müəllimin hansı addımı doğru hesab olunar? A variantı. Müəllim hər qrupun mövqeyini ayrıca qiymətləndirib, ən yüksək bal toplayan qrupun yanaşmasına düzgün cavab kimi elan etməlidir. Doğru yanaşma deyil. Müəllim istiqamətləndirici sual verməklə qrupları bir-birindən arqument təhlil etməsinə, ortaq və fərqli cəhətlərin müəyyənləşdirilməsinə, sonra isə ümumi nəticə hazırlanmasına şərait yaradır. Effektiv yol ola bilərmi? Bəli, müəllimlər, effektiv yol ola bilər, amma digər variantlara da baxaq. Müəllim bütün qruplarda yalnız öz mövqeylərini müdafiə etmələrini tələb edir. Qarşı tərəflərin arqumentinin müzakirəsinə icazə vermir. Burada yanlış variantdır, çünki deyir, qarşı tərəfin arqument müzakirəsinə icazə vermir. Situasiyada isə deyir ki, müəllimin məqsədi qarşı tərəfin arqumentlərini obyektiv qiymətləndirərək ortaq nəticəyə gəlməsidir. Müəllim fikir ayrılığının qarşısını alması üçün əvvəlcədən düzgün hesab etdiyi yanaşmanı izah edir. Bütün qrupların həmin yanaşmasını qəbul etməsini istəyir. Burada fəaliyyət müəllimə yönəlikdir və bu doğru deyil. Müəllim qruplarının müzakirəsini dayandıraraq mövzu üzrə hazır nəticəni təqdim edir. Yenə də fəaliyyətdə mövzunu uşaqlara hazır şəkildə təqdim edirik. Uşaqlar isə istiqamətləndirici rol verməliyik də, suallar verməliydik ki, uşaq hədəfə çatsın. Doğru variant deyil. Ən uyğun variant müəllimlər B variantı olacaqdır. Növbəti sualımıza baxaq. 9-cu sualda bizdən uyğunsuzluğu tələb edir. Uyğunsuzluq bizə lazımdır. Baxaq. Şagird tənəffüsdə sinif yoldaşının kitabını gizlədir və geri qaytarmır. Fiziki bullying doğru. Bullying mövzusu ilə bağlıdır müəllimlər və son dönəmlər bullying mövzusu imtahanda çox düşən mövzulardandır, yer verilən mövzulardandır və biz burada uşaq yoldaşının kitabını gizlədir, geri qaytarmır. Fiziki bullyingdirmi? Bəli, qarşı tərəfdə bunun doğru olduğunu deyir. Şagird sinif yoldaşını tənbəl, bacarıqsız kimi sözlərlə davamlı təhqir edir. Tənbəl, bacarıqsız, verbal bullyingdirmi? Bəli, doğrudur. Qarşı tərəf bunun doğru olduğunu deyir. Bir neçə şagird sinif yoldaşının fotosunu icazəsiz sosial şəbəkədə paylaşaraq onu ələ salır. Sosial bullying. Xeyr, müəllimlər, sosial şəbəkə varsa biz bunu kiberbullying adlandırmışıq və yanlışdır. Qarşı tərəf isə bunu doğru olduğunu deyir. Yəni 3-də uyğunsuzluq var. Şagird sinif yoldaşına əsəbi baxışlarla baxır, barmağı ilə hədələyici işarələr edir, lakin heç nə demir. Məqsədli bullying. Baxın, burada jestlərdə, mimikadan istifadə edir də uşaq barmağı ilə hədələyir və bu qeyri-verbal bullying hesab edilə bilər. Yanlışdır və qarşı tərəf bunun doğru olduğunu deyir. Yenə 4-də də uyğunsuzluq var müəllimlər. 3-4. 3-4 variantlarda Y variantı sualımızın cavabı olacaqdır. Növbəti sualımıza keçid edək. 10-cu sualda bizə nə deyir? Əli və Nino romanını təhlil edərkən müəllim şagirdlərdən əsərdə təsvir olunan tarixi hadisələrin həmin dövrün tarixində baş verən proseslərlə əlaqələndirməyi və müəllifin hadisələrə münasibətini izah etməyi tələb edir. Bu tapşırıqda tətbiq olunan inteqrasiya növünü müəyyən edin. İlk olaraq Əli və Nino roman var burada müəllimlər. Əsərdə təsvir olunan tarixi hadisələr, həmin dövrün tarixdə baş verən proseslər, yəni ədəbiyyatla tarixin biz burada əlaqəsini görürük. Deyə bilərikmi? Fənüstü inteqrasiya var bu situasiyada? Əlbəttə, xeyr. Fənüstü harda varsa gəlin çıxaq variantlardan. Baxın, bir fənüstünə çıxmaqla 3 variantımız artıq sıradan çıxdı. Yerdə qaldı A variantı və Y variantı. İndi baxaq. Biz məzmun xətləri arasında əlaqə görürükmü? Xeyr, bu da fən daxili də ola bilməz. Cavabımız olacaqdır. Yalnız fənlər arası. Çünki ədəbiyyatla tarixin əlaqəsi vardır. Cavab oldu Y variantı. Növbəti sualımıza baxaq. Düzgün fikirləri müəyyənləşdirin.
Təlim zamanı şagirdlərə daha çox aşağı təfəkkür səviyyəsinə aid olan tapşırıq vermək lazımdır ki, onlarda müasir dövr üçün lazım olan səriştələr formalaşsın. Biz müasir dövr üçün səriştələri formalaşdırmaq üçün yuxarı təfəkkür səviyyəsində tapşırıq verməyimiz doğru olardı. Bir yanlışdır. Variantlarda gəlin, bir harda var, çıxaq müəllimlər. Qiymətləndirmə meyarı dərsin təlim nəticəsinə uyğun əvvəlcədən müəyyənləşdirmək lazımdır. Doğrudur. Şagirdin əldə etdiyi informasiyanı dəqiq faktlarla əsaslandırılması onda həyati bacarıqların formalaşmasını göstərir. Dəqiq faktlarla bu da uyğun deyil müəllimlər. Tənqidi təfəkkür, özünü qiymətləndirmə arasında sıx bağlılıq var. Doğrudur. Təlim fəaliyyəti müəyyənləşdirilən zaman dərsin təlim məqsədi və qiymətləndirmə meyarı nəzərə alır. Doğrudur. Doğru olanları nəyə götürdük? 2-ni, 4-ü, 5-i. 2, 4, 5 cavabımız olacaq D variantı. Keçid edək növbəti sual. Müəllim şagirdlərə informasiyanın parçaları arasında əlaqə qurmaq və bu əlaqələri sxemlərlə ifadə etməyi tapşırır. Verilmiş situasiyada hansı düşüncə formasından istifadə olunmuşdur? Baxın müəllim, informasiya parçaları arasında əlaqə qurmaq, bu əlaqələri sxemlərlə, sxem var, sxem, cədvəl, çertyoş, maket, biz bunlara olmasını hansı düşüncə formasında öyrənmişdik? Əlbəttə ki, qeyri-verbal düşünmə formasında. Cavab olacaq Y variantında. Sxemlərlə ifadə etməyi tapşırır və biz bunu qeyri-verbal düşünmə formasında öyrənmişdik. 12-ci sualda Y variantı. 13-cü suala baxaq. Müəllim şagirdlərə müxtəlif ölkələrdə tətbiq olunan tullantıların idarə olunması modellərini araşdırmağı, onların üstün və zəif cəhətlərini müqayisə etməyi, daha sonra həmin modellərdən hansının Azərbaycan şəraitinə daha uyğun olduğunu müəyyənləşdirərək nəticələrini əsaslandırmağı tələb edir. Tapşırıq Bloom taksonomiyasının hansı mərhələsinə aiddir? Bizdən bir növ faktı burada tələb edir müəllimlər. Üstün, zəif cəhətlərini müqayisə edəcəyik. Daha sonra həmin modellərdən hansının Azərbaycan şəraitinə daha uyğun olduğunu müəyyənləşdirib nəticələri əsaslandıracaq və faktı bizdən tələb edir. Demişik ki, taksonomiyaya görə faktı bizdən tələb edirsə, əlbəttə bu təhlil mərhələsinə uyğundur. Cavab olacaq D variantı. Növbəti suala baxaq. Birinci hökm. Layihə əsaslı təlim fəaliyyətlərində şagird real problem üzərində işləyərək yeni məhsul hazırlayır. İkinci hökm. Müəllimin təşkil etdiyi məktəbdə tullantıların azaldılması tapşırığında şagirdlər həll yollarını hazırlayıb təqdimat hazırlamalıdırlar. Deməli, bu fəaliyyət layihə əsaslı təlim modelinə aiddir. Mühakimə hansı düşüncə növünə əsaslanır? Birinci bizə qaydanı verir müəllimlər. Birinci qayda gəlir. Layihə əsaslı təlim fəaliyyətində şagirdlər real problem üzərində işləyərək yeni məhsul hazırlayır. Biz bunu qayda olaraq öyrənmişik. İkinci isə bizə nümunə verir ki, müəllimin təşkil etdiyi məktəbdə tullantının azaldılması tapşırığında şagird həll yollarını hazırlayıb təqdimat hazırlamalıdırlar və nəticə olaraq nə görürük? Fəaliyyət layihə əsaslı təlim modelinə aiddir. Qaydadan nümunəyə doğru getməyimiz deduktiv düşünməyə əsaslanır. Cavab olacaq C variantı. Növbəti sualımıza baxaq. Müəllim şagirdlərə fərdi layihə hazırlamağı tapşırır. Layihəni təqdim etməzdən əvvəl şagird öz işini qiymətləndirmə meyarları ilə müqayisə edir, çatışmazlıqları müəyyənləşdirir, onları düzəldir və yalnız buradan sonra işi müəllim təqdim edir. Situasiya haqqında hansı fikri söyləmək daha düzgündür? Şagird vaxtın düzgün planlaşma bacarığı yüksəkdir. Xeyr, vaxtla bağlı burada nə isə verilmir, doğru deyil. Şagird özünü qiymətləndirmə bacarığını inkişaf etdiyini söyləmək olar. Öz işini qiymətləndirmə meyarları ilə müqayisə edəcəksə, bəli, biz deyə bilərik ki, şagird burada öz işini qiymətləndirmiş olacaq. Özünü qiymətləndirmə bacarığını inkişaf etdirir. Şagirdin emosional sabitliyinin yüksək olduğunu deyə bilərik. Şagirdin informasiya savadlığının yüksək olduğu qənaətinə gəlmək olar. Şagirdin ünsiyyət bacarığını inkişaf söyləmək olar. Yəni, bizdən daha doğru düzgününü istəyir. Öz işini qiymətləndirəcəksə, özünü qiymətləndirmə bacarığını inkişaf etdirmiş oluruq. Cavab olacaq B variantı. Növbəti sualımızı keçid edək. Aşağıdakı mülahizələrdən hansı düşüncə tərzi təhsilində tətbiqi ilə ziddiyyət təşkil edir?
Tədrisdə dizayn düşüncəsi müəllimlər çərçivə sənədinə yeni əlavə olunan mövzulardandır. Gəlin bir qısa olaraq bunu sizə izah vereyim. Dizayn düşüncəsində biz öyrənmişdik ki, problemin həllinə şagird mərkəzli, yaradıcı, analitik, təcrübəyə əsaslanan yanaşma prosesidir və biz burada 5 mərhələni öyrənmişdik. Empatiya qurmaq, problemin müəyyənləşdirilməsi, ideya yaratma, prototipləşmə və test etmə mərhələlərini öyrənmişdik. İndi bizə də sualda təqdim edir ki, dizayn düşüncəsinin təhsilində tətbiqi ilə ziddiyyət təşkil edən variant hansıdır? A variantı. Dizayn düşüncəsi müəllimə hazır bilik ötürən yox, öyrənmə prosesini istiqamətləndirən, şagirdə düşünməyə təşviq edən fasilitator kimi təqdim edir. Doğrudur müəllim. Yəni biz burada şagird mərkəzidən danışırıqsa, müəllimin burada fasilitatorluğu, müəllimin burada şagirdlərə istiqamət verməsi vardır. Ziddiyyət təşkil etmədim. Dizayn düşüncəsində məqsəd əvvəlcə müəyyən edilmiş optimal nəticəyə çatmaqdır. Bu prosesə əsasən bu nəticəni təmin edən texniki addımlar kimi qəbul olunur. Xeyr müəllimlər, yəni optimal nəticəyə çatmaq, prosesə əsasən nəticəni təmin edən texniki addımlar kimi qəbul olunur deməsi yanlışdır. Çünki biz burada ilk olaraq empatiya qururuq. Daha sonra problemi müəyyənləşdiririk. İdeya yaradırıq. Yəni ideya yaratmaq, hər hansı bir ideyamız varsa, onu ortaya qoyuruq. Bir növ çərçivədən kənar düşünməyi öyrədir bu şagirdlərə. Daha sonra prototipləşmə, nümunə gətirmə belə deyək, nümunə gətiririk. Ən sonda isə test etmə mərhələsi, yəni sınaqdan keçirdirdik və uyğun ziddiyyət təşkil edən B variantıdır. Prototiplər dizayn düşüncəsində nəticə göstərməkdən çox rəy toplamaq, öyrənmək üçün istifadə edilir. Bəli müəllimlər. Doğrudur. Prototipləşmə mərhələsində yəni nəticə göstərməkdən çox rəy toplamaq, öyrənmək üçün istifadə edilir. Eyni zamanda biz əlavə edə bilərik ki, prototipləşmə mərhələsində kağız eskizi, poster, dərs planının qısa ssenarisi, rol oyunu, maket, sadə rəqəmsal dizayn kimi çox sadə bir format ola bilər. Test mərhələsində əldə edilən nəticələr ehtiyac yarandıqda empatiya və problem mərhələlərinə geri qayıtmağı əsas verə bilər. Doğrudur. Dizayn düşüncəsi şagirdlərə real və mənalı problem üzərində birgə işləməyə, əməkdaşlığa təşviq edir. Doğrudur. Yanlış olan istədi müəllimlər, yəni ziddiyyət təşkil edən B variantı oldu. Növbəti sualımıza keçid edək. Müəllim ekosistem mövzusunu tədris edərkən dərsin əvvəlində şagirdlərə müxtəlif canlıların yaşadığı mühitləri əks etdirən şəkillər təqdim edir. O canlıların niyə müxtəlif mühitlərdə yaşadığını soruşur, şagirdlər müşahidə aparır, fərziyyə irəli sürür, məlumatları müqayisə edir, nəticələri əsaslandırır. Müəllim yalnız istiqamətləndirici suallar verir. Əvvəlki qidalanma zənciri mövzusu ilə əlaqə yaradır, bildirir ki, bu anlayış sonrakı siniflərdə daha da genişləndiriləcək. Müəllimin istifadə etdiyi pedaqoji yanaşmaya aid olmayan cavab hansıdır? Şagirdlər yeni bilikləri müşahidə və araşdırma yolu ilə özləri qurur. Doğrudur. Yeni mövzunu əvvəlki biliklə əlaqələndirərək mənalı öyrənmə təmin edir. Doğrudur. Müəllim mövzunun bütün qaydalarını dərsin əvvəlində izah edir. Sonra şagirdlərə həmin məlumatları tətbiq edirlər. Yanlışdır bu. Çünki dərsin əvvəlində mühiti əks etdirən şəkillər təqdim etdi. Daha sonra niyə müxtəlif mühitlərdə yaşadığını soruşur. Uşaqlar isə müxtəlif araşdırma aparır, fərziyyə irəli sürür. Bizə deyir, müəllim mövzunun bütün qaydalarını dərsin əvvəlində izah edir. Şagirdlər həmin məlumatları tətbiq edirlər. Yanlış olan C variantıdır. D variantına da baxaq. Müəllim şagirdləri hazır cavabla təmin etmir, onları düşünməyə, nəticə çıxartmağa, nəticəni əsaslandırmağa yönləndirir. Doğrudur müəllimlər, çünki burada uşaqlar müşahidə aparır, fərziyyə irəli sürür və məlumatları müqayisə edib nəticələrini əsaslandırırlar. Təlim prosesində fərziyyə irəli sürmək, sübut toplamaq və nəticə çıxarmaq əsas yer tutur. Doğrudur. Uyğun olmayan, yəni pedaqoji yanaşmaya uyğun olmayan cavab C variantı olacaqdır. Növbəti sualımıza keçid edək.
Aşağıdakı tapşırıqlardan hansı Norman Webin dərin bilik səviyyəsi nəzəriyyəsinə görə strateji düşünmə tələb edir? Hansı ki, bu sualda müəllimlər belə deyək, MIQ imtahanına, çərçivə sənədinə, daha doğrusu MIQ çərçivə sənədinə yeni əlavə olunan mövzulardan da dərin bilik səviyyəsi. YouTube kanalında da bu mövzunun izahını geniş şəkildə vermişəm. Əgər baxmamısınızsa, mütləq şəkildə keçid edin, həmin mövzuya baxa bilərsiniz. Geniş şəkildə izah vermişəm. İndi baxaq variantlara. Strateji düşünmə biz 3-cü mərhələmiz idi. 3-cü mərhələ strateji düşünmədir. Strateji düşünmədə biz nə öyrənmişdik müəllimlər? Şagird öyrəndiyi məlumatı sadəcə tətbiq etməyəcəkdi. Yəni strateji şəkildə düşünəcəkdi. Hansı üsulun daha uyğun olduğunu müəyyənləşdirib, məlumatı təhlil edib, fərziyyə irəli sürüb, qərar verib, nəticəsini əsaslandırmalı idi. İndi baxaq variantlara. Şagird verilmiş mətndə əsas anlayışları müəyyənləşdirir, onları mövzu üzərində qruplaşdırır və qruplaşdırmanın səbəbini izah edir. Bu bizim ikinci səviyyəmizə, yəni bacarıq və anlayışlara aiddir müəllimlər. Variantına çıxaq. Şagird eyni problemi üçün iki fərqli həll yolu hazırlayır. Hər birinin mümkün nəticələrini müqayisə edir. Ən uyğun variantı seçir və seçimini əsaslandırır deyil. Bəli, bu 3-cü mərhələmizə aiddir. Cavab olacaq B variantı. Şagird cədvəldə verilmiş məlumatlardan istifadə edərək diaqram qurur və nəticəni təqdim edir. Hazır düstur verilibdir. Yəni cədvəldə hazır düstur verilir. Bundan istifadə edərək uşaq nə isə yerinə yetirirsə, xatırlama mərhələsinə aiddir. Şagird verilmiş anlayışların təriflərini uyğun nümunələrlə əlaqələndirir, düzgün cavabları seçir. İkinci mərhələdir. Şagird müxtəlif mənbələrdən faktları toplayır. Müəllimin təqdim etdiyi meyarlara əsasən onları, baxın yenə müəllimin təqdim etdiyi meyarlara əsasən onu cədvələ yerləşdirir. Yenə də burada da fakta əsasən şagird yerinə yetirir. Uyğun variant, yəni strateji düşünməyə uyğun olan B variantı oldu. Növbəti sualımıza keçid edək. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin deyir. Müəllim dərsə başlamazdan əvvəl şagirdin əvvəlki biliklərini qısa diaqnostik tapşırıq vasitəsilə müəyyənləşdirir. Nəticələri uyğun olaraq təlim prosesinə istifadə edəcəyi strategiyalar və dəstək üsullarını planlaşdırır. Doğrudur. Müəllim sinifdə şagirdin öyrənmə tempinin fərqli olduğunu nəzərə alaraq eyni təlim məqsədini saxlayır, lakin tapşırıqların mürəkkəblik səviyyəsini və təqdim olunma üsullarını şagirdin ehtiyacına uyğunlaşdırır. Doğrudur. Diferensiyanı təmin edir burada müəllim. Müəllim dərsin planlaşdığı vaxt çərçivəsində başa çatdırması üçün bütün şagirdləri eyni tempdə işləməsini tələb edir. Əlavə izaha ehtiyacı olan şagirdləri isə dərsdən sonra müraciət etmələrini tövsiyə edir. Baxın müəllimlər, yanlış olan da məhz budur. Çünki müəllim bütün şagirdlərdən eyni templə işləməsini biz istəyə bilmərik. Bəzi uşaqlar zəif templə işləyəcək, bəziləri sürətli işləyəcək. Əlavə dəstəyə ehtiyacı olanlar isə dərsdən sonra müraciət etmələrini tövsiyə edir. Yəni müəllim dərs prosesində bunların hər birini nəzərə almalı idi. Yanlış olan C variantı oldu. Növbəti sualımıza keçid edək. Layihə işi zamanı Nigar qrup yoldaşını onun təklifini qəbul etməməsinə görə narahat olur və müzakirədən kənarlaşır. Müəllimin vəziyyəti müşahidə etdikdən sonra Nigardan hisslərini ifadə etməsini, digər şagirdlərdən isə qərarının səbəbini izah etməsini xahiş edir. Daha sonra müəllim hər iki şagirdin bir-bir fikirlərini dinləməyə və ortaq həll yolu axtarmağa istiqamətləndirir. Verilmiş situasiyaya əsasən hansı fikir yanlışdır deyir. Müəllim şagirdlərin emosiyalarını ifadə etməsinə şərait yaratmaqla, onların emosional, özünü dərk etmə bacarıqlarına inkişafını dəstəkləyir. Doğrudur müəllimlər, yəni biz burada uşaqlar bir-bir fikirlərini dinləyirik. Daha sonra Nigardan hisslərini ifadə etməsini, digər şagirdlərin qərarlarının səbəbini izah etməsini deyir. Yəni özünü dərk etmə bacarığını istəyirik. Doğrudur. Müəllimin şagirdlərə qarşı tərəfi mövqeyini dinləməyi, istiqamətləndirilməsi empatiya sosial münasibətin inkişafına xidmət edir. Doğrudur. Müəllimin müdaxiləsi münaqişənin səbəblərini aradan qaldırmaqdan daha çox şagirdin fərqli baxışları qəbul etmədən öz mövqelərini israr etmələrini dəstəkləyir. Yanlış olan da budur. Şagirdlər öz mövqelərini israr etmələrini dəstəkləyir. Yanlışdır.
Müəllim şagirdləri ortaq qərar qəbul etməyə istiqamətləndirməklə əməkdaşlıq və effektiv ünsiyyət bacarıqları inkişafına şərait yaradır. Doğrudur. Müəllimin yanaşması sosial-emosional öyrənməni, özünü dərk etmə, sosial dərk etmə, münasibətlərin idarə olunması komponenti ilə əlaqələndirilə bilər. Bu da doğrudur müəllim. Yanlış olan C variantı oldu. Suallarımız bu qədər müəllimlər. 20 sual hazırlamışdım. 20 suala da baxdıq. Rəy bölməsində neçə səhv, neçə düz olduğunu yazmağı unutmursunuz. Sağ olun. Növbəti sınaqlarda görüşənə qədər. Əgər bu video sizin üçün faydalı oldusa, kanala abunə olmağı unutmayın. Sağ olun.